Allahın salamı olsun sizlərə, dəyərli izləyicilər. Birinci bu söz deyirəm. Kaş pulum olardı, özüm alardım. Mərkəzdə, Təzə bazara yaxın, Heydər parkına yaxın, Misir parkının yaxınlığı, 150 kvadrat, qeyri-yaşayış, Kupçalı, qiymətini əvvəlcədən deyim, 185 min manat. Buna bax qardaşım, bura ofis var, girişdə belə bir resepsiyon kimi yaradıblar. Ev kamera sistemi, yəni hər şeylə təmirli, təhciz olunub hər şeylə. Hal-hazırda obyektimiz belə bir tikiş sexi kimi icarədə fəaliyyət göstərir. Nə bilim, dilim söz tutmur, evdə danışmağa. Çox təcili satır. Allah kömək olsun dəyərli izləyicimizin. Ödə padval zat deyil ha. Yəni binanın altıdır, 150 kvadrat. Qeyri-yaşayış Kupçalı. Bax, 4 dənə köməkli otağı var. Bir dənə hamam sanuzel, Kərbalay, oranı göstər. Sonra bir dənə belə mətbəx kimi belə bir yeri var. Bir dənə belə bir geniş burada otağı var. Bir dənə də burada Kərbalay, bura qaldı. Bir dənə də belə 4-cü otaq. Binanın altı boya-boyda yəni. Boya-boy 150 kvadrat. Kupçalı, xüsusi mülkiyyət. Yəni icarə müqaviləsi zadı elə şey deyil. Nə deyim? Yəni bilənlər bilir ki, mərkəzdə bu kvadratda obyekt bu qiymətə yoxdur. Qardaşım, padmayak ev qiymətindən də ucuzsa, hesablayanda kvadrat neçəyə düşür? 1220 neçə manata, 29 manata düşür. Belə bir şey düşür. Çox-çox təcildir, əldən qaçırma bu fürsəti. Gəl, götür, apar. Hazır, təmirli, mərkəzdə. Allah alana da xeyir versin, satana da xeyir versin və kiminsə nəyə də ehtiyacı varsa Allah hamının ehtiyacına olan köməkli eləsin inşallah. Allahın amanında olun.